Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Dövlət İmtahan Mərkəzinin yeni nəşr etdirdiyi 20 sınaq kitabından belə bir test tapşırığına baxacağıq. Mövzu dünyanın və göllər mövzusuna aiddir. Deməli, ardıcıllığın pozulduğu sıraları, yəni yanlış sıraları seçməyimizi istəyir. Qarda gölünü verib, İtaliyada yerləşir, ölkə doğrudur. Amma ki, Qarda gölü vulkanik yox, buzlaq mənşəli göldür. Biri götürürük. Sayma gölü İsveçdə yerləşmir. Sayma gölü Finlandiyadadır. İsveçdə yerləşən göllər Venerin Vetterin gölləridir. 2 yanlışdır, götürürük. Tanganika Tanzaniya doğrudur. Tektonik mənşəli doğrudur. 3 getdi. Issık-Kul gölü Tacikistanda deyil. Issık-Kul gölü Qırğızistan ərazisində yerləşir. Yanlış verilib. 4'ü götürürük. Winnipeg gölü Amerikanın ərazisində deyil. Winnipeg gölü Kanadaya aiddir. 5'i de götürüyoruz. Artık cevabımız bellidir. 1, 2, 4, 5 B bəndidir. 6 Lobnor Çin tektonik düzdür. Maral gölü Azərbaycanda yerləşir. Uçqunbənd mənşəli doğrudur. Balxaş gölü Qazaxıstanda yerləşir. Tektonik mənşəli doğrudur. Cevabımız olacaq B bəndi.